siniflərdə şagirdlərin sayı neçə olmalıdır? Şagird sıxlığı həqiqətən deyildiyi qədər biabırçı həddədimi? 40 nəfəri stol etinə çatmır da. Bir gün dərs soruşanda 5 gün soruşa bilmir müəllimə. Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 192 nömrəli məktəbdə şagird sıxlığı müşahidə olunur. Bəs bu hal məktəbdə tədrisin keyfiyyətinə təsir edirmi? 10 nəfər danışa bilir, qalanlar isə danışa bilmir də dərslərdə. Çox vaxt məşğul olmurlar. Şagirdlərin bildirdiyinə görə sinifdəki sıxlıq həmçinin digər problemlərə də səbəb olur. 37 şagirdi ayaq üstə qalırıq. Qızlara yol verəndə oğlanlar hamısı ayaq üstə qalır. Sol çatmır heç birimizə. Ekspertlər sinifdəki sıxlığın müəllimin hər bir şagirdə fərdi yanaşmasına imkan vermədiyini deyir. Uşaqların fərdi şəkildə müəllimə sual verməsi və alınan cavab və yaxud da müəllim bir dərsin izahını edirsə, o dərsin izahının şagirdlər tərəfindən bərabər başa düşülməsi, şagirdlərin sualların verilməsi bu nöqteyi nəzərdən normanı keçmək dərsin keyfiyyətini, effektivliyini azaldır. Təhsil müəssisəsinin ərazisində yeni bir korpusun düşlərlə istifadəyə verilməsi və yaxud da daha çox əhalinin sıx məskunlaşdığı ki, ərazilər var. Həmin ərazilərdə yeni bir məktəbin tikilib istifadəyə verilməsi ilə bu sıxlığın qarşısını almaq olar. 5 günlük fəaliyyət göstərən təhsil müəssisələrinin 6 günlük fəaliyyət göstərməsi, eyni zamanda bir növbəli fəaliyyət göstərən müəssisələrin isə 2 növbəli fəaliyyət göstərməsi bu sıxlığın qarşısını ala bilər. Bakı şəhəri üzrə təhsil idarəsindən bildirildi ki, 192 nömrəli tam orta məktəbdə siniflərin komplektləşdirilməsi ərazidə yaşayan uşaqların icbari təhsil hüququ nəzərə alınaraq aparılıb. Məktəb infrastrukturunun yenilənməsi və təhsil şəbəkəsinin genişləndirilməsi istiqamətində dövlət tərəfindən davamlı tədbirlər həyata keçirilir. Təmir, tikinti işləri intensiv aparılır və bu tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edir.